siz bunu heç hiss eləmirsiniz. Bir də görürsünüz ki, bəlkə də heç görə bilmirsiniz ki, artıq beyin o beyin deyil. Deməli, bu xəstəlik müxtəlif dövrlərlə irəliləyir. Əvvəla birinci dövr yoluxma dövrüdür. Bir neçə həftə bədən sakitcə yoluxmaya qarşı reaksiya hazırlayır. Yəni siz xəstəliyi yoluxduğunuzu hiss eləmirsiniz. Daha sonra ilk bir neçə həftənin sonunda cinsiyyət üzvündə adətən tipik olaraq lokalizasiyası buradır. Cinsiyyət orqanında, istər qadın, istər kişi. Ağrısız, amma belə məsələn kənarları necə deyim sizə qatı, bərk bir yara əmələ gəlir. Bu yara məhz siflisin ilkin xarakteristik bulğusudur, göstəricisidir. Bu yara əmələ gəldir, amma dediyim kimi ağrı vermir. Ağrı vermədiyinə görə də cəmaət həkimə getmir. Amma bununla bərabər həmin bu ilkin mərhələdə limfa orqanları, limfa düyünləri daha doğrusu, məhz cinsiyyət orqanları